Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, ilk öncə özümə, sonrasında hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Ta'ala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Zəlalət firqələri və həmçinin də zəlalət dəvətçilərinə qarşı növbəti çəkilmiş bir videodur. Bu cavan uşaqlar Əhl-i Sünnə mədrəsəsi altında 5 il insanlara əşariliyi, mətrudilik təbliğ edən kanalın üzvləridir. İlk öncə buradan bu uşaqlara nəsihətim, tövsiyəm odur ki, İslam dinini doğru düzgün şəkildə mənbələrdən öyrənsinlər. İslam dini Hənəfi məzhəbinə görə bu belə də deyilmir. İslam dini Şafii məzhəbində bu belədir, deyilmir. İslam dinində Allah belə buyurdu, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurdu və həmçində sahabələr belə dedilər deyilir. Bu, İslam dinini öyrənməkdir. Biz məzhəbləri inkar etmirik və məzhəblərin olmasını da rədd etmirik. Çünki nə qədər böyük İslam alimləri olub ki, onlar özlərini hansısa bir məzhəbə nisbət ediblər. Lakin onların bu məzhəbə özlərini nisbət etməsi onları Allah və onun Peyğəmbəri belə dedi sözlərindən yayındırmıyıq. Biz onun əleyhinəyik ki, insanlara çıxıb Allah və Rasulü belə buyurdu demək əvəzinə Hənəfi məzhəbində belədir, bunun əleyhinəyik biz. Şafii məzhəbində bu belədir, bunun əleyhinəyik biz. Sən insanları kör-körənə məzhəbə bağlamağa çağırırsan. Sən kör-körənə insanları məzhəbi təqlid etməyə çağırırsan. Biz bunun əleyhinəyik. Sən hansısa bir məzhəbi tutub gedə bilərsən. Lakin sənə Allah və Rasulundan hər hansısa bir səhih dəlil gəldiyi zaman sən deyə bilməzsən ki, Hənəfi məzhəbində bu belədir. Şafii məzhəbində bu belədir. Sən deməlisən ki, Allah və Rasulun sözü gözüm üstə yer var, vəssalam. Sən öz məzhəbinin fikirlərini, məzhəbinin sözlərini qoymalısan kənara. Çünki bunu sənə söyləyən elə sənin o yönəldiyin, o getdiyin məzhəbin adını daşıdığı o baniləri deyiblər bana. İmam Əbu Hanifə rahimehullah deyərdi ki, mən bir bəşər övladıyam. Bugün bir söz deyə bilərəm, sabah onun əksini söyləyə bilərəm. Mənim sözlərimi Allahın kitabı Peyğəmbər sallallahu aleyhi ve sellemin, baxın, mənim sözlərimi Allahın kitabı Peyğəmbər sallallahu aleyhi ve sellemin sözləri ilə tutuşturun, uyğun gəlirsə götürün, gəlmirsə atın kənara. İmam Şafii rahimehullah deyərsə ki, əgər mən Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi ve sellemin sözünə qarşı hər hansısa bir əks olaraq söz demiş olsam, bilin ki, mənim ağlım gedir, mənim sözümü çırpın divara. Həmçinin digər İmam Malik də olsun, rahimehullah, Peyğəmbər sallallahu aleyhi ve sellemin qəbrini göstərərdi və deyərdi ki, bu qəbirdə yatan insanın sözündən başqa digər bütün insanların sözləri götürə də bilər, rədd edilərlər. Əssalam. Biz insanlara bunu təqlid edirik. Biz insanlara bunu çatdırırıq ki, İslam dini 2 dənə mənbədən, Quran və sünnədən öyrənməlidir. Baxın, dəyərli dinləyicilər, bu cavan olanları buraxıblar ortalığa. Özləri də bilmədən, bir üzərlərində bir böyük yoxdur ki, desin onlara ki, avalan, sən də danışırsan. Biz Allahın sözü, Peyğəmbər sallallahu sözü harda qaldı? Yəni, bu dediyim bu sözlər, sənin öz sözlərindir, bunları qoy kənara. Bizə Allah və Rasulun sözü lazım. Dinləyin dəyərli dinləyicilər, görün nə deyirlər. Sual olunur ki, dəstəmaz aldıqdan sonra qurulanmaq mı daha üstündür, yoxsa bunu tərk etmək mi? Bismillahirrahmanirrahim. İbadətin əsərinin qalması üçün qurulanmağı tərk etmək daha üstündür. Sual olunur ki, sağ olan bir heyvanı çəki ilə almaq icazəlidirmi? Bismillahirrahmanirrahim. Sağ şəkildə satılan bütün heyvanları çəki ilə almaq icazəli deyildir. Yəni Allah
belə buyurdu. Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu. Sahabelər belə etdilər. Yəni harda qaldı bu sözlər yaxşı? Bunları kim deyəcək? Sənin sözlərin kimə lazımdır? Yəni mən buradan orada bu cür nə qısa videolar çoxdur. Yəni mən buradan bunun baş bilənlərini yönəldirəm. Yəni bu insanları niyə belə azdırırsınız? İnsanları niyə belə vəziyyətə qoyursunuz? Yəni İslam dini kimisə sözündən ibarət deyil. İslam dini Allah və onun Rəsulunun sözündən ibarətdir. Allaha və Rəsuluna itaat etmək lazımdır. Hansı bir məzhəbi kör-körənə təqlid etmək yox. Ona görə də Allah Subhanahu taala bərəkət vermir o işə. Hansı ki, o iş Allah və Rəsulunun sözündən kənara çıxır. İnsanların sözləri ilə sən cəmaət alırsan. Allahu Ekber. Ona görə də mən buradan həm onlara, həm onların böyüklərinə müraciət edirəm və səslənirəm ki, insanları aldatmayın boş-boş şeylərlə. İnsanları həqiqi İslam'a çağırın. Məzhəbə yox, təriqətə yox, firqəyə yox. Allah və Rəsulunun buyurduğuna.